Ay hoş geldiniz, ay hoş geldiniz. Ay hoş geldiniz, sana kurban olsun. Hoş geldin. Dersen. Şükür yaxşısın. Yaxşısın. Dedikçe görüşək, mən də gəldim. Oradan çıxanda mənim 22 yaşım vardı, artıq 56 yaşım var. Benim özüm Kəlbəcərdən çıxanda bu her iki oğlumdan ağacı düştü. Kəlbəcərə gedəndə mən də deyirdim ki, mən getsəm ürəyim partlayar. Bizdə özünü çaya atan oldu, qayadan bizdə Kəlbəcərin qayası var, oradan özünü atan oldu. Bizdə qırğın, xoşalığın çox oldu. Fikirləşirdik ki, vətən bizə qismət olan deyil. Mənim bibilərim qaldı Kəlbəcərdə, girov qaldılar. Bibimin birini ermənilər tutanda özünü suya atmışdı. Gələndə ağlaya-ağlaya, yollarla, bir zulümlə gəldi. 1989-cu ildə Kəlbəcərin aşağı Ayrım kəndində Yusif Abdullayevin toyunu elədik. Bakıya qaydanda Filyar ana məni yoldan saxladı. Sənin üçün süd qaymağı yaymışam. Bir gün qalıb onu yeməsən buraxmaram dedi. Bu ana nəvazişi Yusiflə dostluğumuzu daha da möhkəmlətdi. 1990-cı ildə gəlinimiz Təranə xanım əkiz tayları Şəhriyarla Nuranəni dünyaya gətirdi. 1992-ci ildə Şahanə doğuldu. 1993-cü ildə isə erməni faşistləri gənc ailənin növrağını pozdu. Kəlbəcərdən çıxanda çox ağır günlərimiz var idi. Uşaqlar balaca idi, Şəhriyarla Nuranə, ikizlər balaca idilər, 2 yaş yarımındaydılar. Gəldik, gecə Murovda qaldıq. Orada su istədilər, ac gəldilər. Su istədilər, su olmadı verməyə. Ac gəldilər, o biri günü çatdıq bura. Gəldim, çox ağır günlərimiz keçdi. Qazilərə canım fəda, rəhmətə gedənlər Allah rəhmət eləsin. Yeri behişt olsun, ruhları şad olsun. Onların səbəbinə gəldik, pis gündə gördük, yaxşı gündə gördük. Darlığımız doldu, gen günümüz doldu. Bu günümüzə şükür. Oradan gələndə külfətimiz azdır. İndi şükür Allah'a, çoxdur. Bunların hamısına şükür. Qalana şükür. Heç dadı gözümüzdə qalmadı. O varımız, halımız, malımız qaldı ayrı. Ama gözümüz yolda qalmıyor. Min şükür. Ailəmizi yığıb gətirmişik. Salamat qutardıq o gavurun əlindən. Mənim bibilərim qaldı Kəlbəcərdə, girov qaldılar. Bibimin birini ermənilər tutanda özünü suya atmışdı. Camalova Zərnişan, Kazım qızı. Bir bibim də yenə də girov qaldı, 7 aydan sonra gəldi. Bir bibimin qızına 7 güllə dəymişdi. 2 uşağı ilə qaldı. Uşaqlarının birini ermənilər orada vurmuşdu, amma biri anası ilə 7 aydan sonra gəldi çıxdı. Geridə qalmış o illər hər kəsin yaddaşında bir iz buraxdı. Kimisi doğmasını itirdi. Kimisinin illərlə qurduğu xanimanı dağıldı. Az yalavac yollarda qalan analar isə körpəsinə verməyə su tapmayıb göz yaşı içirtdi. Beləcə Ulu Kəlbəcərin ağır elləri bir qərinə yol getdi. Kəlbəcərdə gözəl günlərimiz vardı. Nə gözəl yaşayırdıq, dolanırdıq. Gələndə ağlaya-ağlaya, yollarla, bir zulümlə gəldik. Çıxdıq yollardan vuruldu, saxladılar, maşınlar, probka, nə zulümlə gəldik. Allah'a bu günə şükür ki, evlərimiz ev yoxdur, indi getmişdir evlərə hamısı.
dağıdıb tökdükləri ev yoxdur. Şükür ki, yenə torpağımız alınıb. Tam olmuşuq xəstə gələnlər. Sağcanımız da yoxdur. Qapıları açıq qoyduq, damların qapılarını bir heyvan çöldə qalsın. Nə boyda malımız, heyvanımız hamısı qaldı ermənilər. Murovda şaxtatdı barmaqlarını, 4 barmağını kəsdilər. Oğlum, o böyük oğlum. Biz qaçqın gələndə. Üçü müharibədə idi o vaxt. Biri Laçında, hər yerdən. Məhlukə Muxtarova o qara günlərdən söz açdıqca, Aybənizlə Əntiqə Muxtarova yaşadıkları dəhşətli günlərin vahiməsindən baş-başa verib, xısın-xısın ağlayır. Nələrin olub bitdiyindən xəbərsiz körpələr isə qohumların bir yerə yığışmasına sevinirdilər. Ətrafdakıların nələrdən keçdiyini dərk etmədən, elə 1993-cü ildəki Şəhriyar kimi. Meryem, ay Meryem, cəbdən əsgərlikdə nə iş görür? Denə bir dəfə. Yadına düşmədi onları deyə. Yaxşı söz danışır. Mənim təsəvvürümdə Kəlbəcər bambaşqa. İndi mən görməmişdim, mən uşaq idim. Amma Kəlbəcərə gedəndə mən də deyirdim ki, mən getsəm ürəyim partlayar da. Yəni o dərəcədə danışırdılar Kəlbəcər belə elə. Kəlbəcər gözəl yerdir. Şəhriyar bu yaşa gəlincə valideynləri, qohum əqrəbası oddan alovdan keçdi. Xalqımız 10 minlərlə şəhid verdi. Ölkəmizin hər yerində şəhidlər xiyabanı salındı. Şəhidlərimizin xatirəsinə saysız hesabsız ehsan bulaqları tikildi. Ara yüz tutduqsa yol boyu şəhidlərin sıralandığını gördük. Kəlbəcərin yolları bağlanandan üzümüzü Gəncəbasara tutduq. Görüş yerimiz, toyxanalarımız Kərəmli kəndində quruldu. Biz Kəlbəcərdən çıxanda mənim 22 yaşım vardı, artıq 56 yaşım var. Çox çətin günlər gördük. Piyada, müsiblə yəni gəldik qardaşımla. Mən heç kəsə o günləri arzu eləmərəm ki, bir də o günləri yaşayaq. Mən birinci növbədə valideynlərimə öz minnətdarımı bildirmək istəyirəm. Ata-ana gözəl şeydir. Atanın, ananın pisi yoxdur. Və Allah bütün ataları, anaları var eləsin. O çətin günlərdə, belə deyək də, yenə də ata atalığını bildirir, qayğıya qalır. Ana onun kimi günlər bir də görünməsin. Allah belə deyək, ordumuzu var eləsin. O günləri ordumuzun sayəsində getdik, bir yad elədik Kəlbəcərdə. O dağılmış evlərimizi gördük. Böyük təskinlikdir. Bəli, Müşfiq Abdullayev Kəlbəcərdən 22 yaşında arzularının yenicə tumurcuqladığı vaxta çıxmışdı. 3 ildən sonra özlərinin Abdullayevlər nəslindən olan Mətanət Əbülfət qızı ilə ailə qurub, oğul uşaq sahibi olub. İndi Müşfiq əsgər atası, Mətanət xanım isə əsgər anasıdır. Vətənin keşiyini çəkən əsgər bala ilahinin yolunu gözləyirlər. Bir qərinəlik yurt həsrəti, Murovda, Qoşqarda at oynadan, Keytinin qartallı qayalarında gəzən Nəriman Məhəmmədovu, Müşfiqin atası Müzəffər Abdullayevi çəliyə söykəyib. Mənim 88 yaşım var. İnsan ömrünün yoxuşu da var, yenişi də var. Onların hamısını mən görmüşəm. Allah o keçən günləri bir də təkrar eləməsin. Mənim özüm Kəlbəcərdən çıxanda bu hər iki oğlumdan ayrı düşdüm. Özüm nə qonşumuz olan 6 nəfəri mən öz necə deyərlər, öz çinlərimdə getdim. Öz pencəyimi çıxartdım, qonşumuz vardı, onun qızı üşüyürdü Murovdağda. Çoğuğum vururdu, qarda bir yandan yağırdı. Pencəyimi çıxartdım, ona geyindim. O müsibətlər bir də Allah Taala heç kəsə göstərmir. Ne kadar tanışsam da yüreğim soymaz. Çünkü bizim başımız çok belalar çekti. Biz Qaçqın gələndə
mən Tərtər rayonuna düşdüm. Sovetlikdə işləyirdim deyin, öz qılıçlı Sovetliyimizdə işləyirdim deyin, idarəni Gəncədə yaratdılar, ona görə mən Gəncəyə gəldim. Və Gəncədə mən elə Gəncədən danışmışkən onu deyirəm ki, Gəncəni öz Kəlbəcərim kimi sayıram və insanların hamısını qardaş bacı kimi mən Gəncəlilərə böyük minnətdarlığımı bildirirəm. Mən bunu bütün bizim xeyirdə, şərdə nə olubsa, sağlıq deyilib xeyir işlərdə mən Gəncəlilərin sağlığına içmişəm. Çünki Gəncəlilər yerini bizi o zarafat deyil, 32 Gəncəlilərin marşrutda, avtobusda yerlərini biz dar elədik. Onlar bir dəfə dilxor olmadı və bizə pis münasibət bəsləmədilər. Görün nə aləmi idisə, mənim üzr istəyirəm hamınızdan. Yatdığım karavatın arxa tərəfində bir dənə hökumət hikməsi var idi. Belə deyək, bəzəkli kimi idi, əl işi var idi. Onu mən belə qopardanda üzr istəyirəm. Yoldaşım dedi ki, bu evi niyə dağılsın? Dedim, mən yox, erməni dağılacaq. Onlar çox vəhşilik elədi. İşğal eləyirsən, torpaq sənindirsə, bu evi niyə yandırırsan? Bütün dünyanın turistləri gəlir, Azərbaycanda dağılmış qəbirləri görür. Evlər heç, mən görür, evi də görür, amma əsası qəbirdir. Qəbir müqəddəs yerdir. Sən bunu niyə dağıdırsan? Onlar bizə çox ziyan vurdu, qadın alın. Çox ziyan vurdu. Valla bəzi adama çatmır. Kəlbəcər ən böyük bir rayonudur. Kəlbəcərin nə qədər kolxoz, savxozu, mən o rəqəmləri deyə bilməyəcəm sizə. Şəxsən bizim kolxozda, mən Sovetlikdə işləyirdim. Bizim kolxozda 750 baş kolxoz malı var idi. 950 nəfərdən 32 nəfərimiz itkin düşdü, qrov qaldı, nə bilim, ümumiyyətlə meydana gəlmədi. O illər qaçqın, məcburi köçkün dalğası ölkəmizi bürümüşdü. Bədbinliyə qapılan insanlar bilmirdilər, ölüsünü götürsün, itiyini axtarsın, yoxsa əlsiz ayaqsızının hayına qalsın. Mənim cavan vaxtım Kəlbəcərin dağlarında keçir. Çox füsunkar dağlarımız var, uca qayaları var. Onları qarış-qarış gəzmişəm. Ancaq vaxt elə gəldi ki, biz oradan çırpaq yola düşdük. Əynimizdə paltar da olmadı. Allah'ın bu gününe şükür, ordumuz sağ olsun, prezidentimiz sağ olsun ki torpaqlarımızı işğaldan azad elədi. Qayıtdık, getdik, nə görsək? Getdik ki, hər şey virandı. Ata yox, ana yox, qohum əqrəba yox, evlər uçuq. Kimsə yox, qəbirstanlıqlarımızı dağıdıbdılar və vəhşilikləri gördük. Allah heç kəslərə görsətməsin. Qardaşımın da oğlu, İrizvanın da qardaşı döyüşdə idi. İrizvan dedi ki, mənim qardaşım sümük tökülən adlanan yer var Ermənistanda, dedi, orada döyüşdədir. Mən Rizvana dedim ki, mən sənə apardım ki, nəsil kəsilməsin. Nəsil kəsilməsin. Orada öldü da. Qismət o idi, öldü. Amma mən sənə apardım ki, nəsil kəsilməsin. İndi mən də ölərəm filan, nəsildən bir adam qalsın da, nəsil kəsilməsin. Elə nəsil oldu ki, qadan alın. Bu erməni haqqı hesabında elə nəsil kəsildi. Və Kəlbəcərdə vallahi biz Xocalı kimi bizdə çəkiliş olmadı, qadan alın. Bizdə çəkiliş olmadı. Bizdə özünü çaya atan oldu. Qayadan bizdə Kəlbəcərin qayası var. Oradan özünə atan oldu. Bizdə çəkiliş olmadı deyə. Bizdə Kəlbəcərdə bəlkə də əhali sayına bölgə aparanda bizdə qırğın Xocalıdan çox oldu. Amma Başlı beldə həddindən artıq. Başlı beldə nə qədər əhali getdi doldu çağalarda nə qədər qırdılar. Bir qardaşım Kəlbəcərdə olurdu. Gəldi ki, onun qapısı bağlıdır. Qapısına yazıb ki, qardaşlarım, mən getdim, ya qismət bir də görüşək. Aşağı Gülüşdü deyilən kənd vardı. Gəldim, ora gəldim ki, orada xeyli bir 300 nəfərə qədər
qadın, uşaq var. Bir neçə müddət orada qalandan sonra Nəcməddin Sadıqovun vaxtı idi. O cəmaatın qabağını kəsdi, geri qaytardı ki, hara gedirsiniz, qaydın müharibəyə. Ondan sonra Zar vardı, onun familiyası yadımdan çıxıb. Zar Rızayev vardı. Allah ona qəni rəhmət eləsin. O mənim qaynatama yaxınlaşdı. Bunların hamısını doğru deyirəm. Hamısı elə bilinsin gözünüzün qabağında olur. Qaynatama yaxınlaşdı, dedi Ağsaqqal. Buradakiləri burada qırmağa saxlayıbdılar. Bunları bu kənara çıxardı. Onda biz Bağlı Pəyə deyilən yol var idi. Qış, boran, qar yağırdı. Oradan gəldik, çıxdıq. Güney Pəyə deyilən bir kəndə çıxdıq. Hərə bir yana düşdük. Mən yezdən 5də qonşu 2 qadın, bir də onun bir əri, o da xəstə idi. Onları mən öz yanımda saxladım. Gecə qaldıq Bağlı Pəyə kəndi. Səhər oradan çıxdıq dağın başına, Seyidlər deyilən kənd vardı. Onun qəbli tuşuna çıxanda bizi gülləyə tutdular. Meşənin içi ilə biz xeyli bir 4 kilometr yendik, yola yendik. Yola yenəndə Çəpli çayı vardı. Çəpli çayından keçə bilmədik. İstədik yenə Qamışlı körpüsünə, dedilər, erməni Qamışlı körpüsünü tutubdu. Yol evinə çatanda İlyas adlı bizim bir kəndçi vardı. Dedi ki, sənin həyat yoldaşın, oğlanların bir də yan yerə ağlayır ki, Müzəffər qaldı, girov qaldı. Qalmayın, gecə gedin, gecə bir çovğunda ant olsun bizi yaradana, qar sifətimizə güllə kimi dəyirdi. Bax, həmin onda həmin tərimizi belə silirdi, ant olsun bizi yaradana. Sudan da ciyarımız yanırdı. Qarı belə necə bir qiymətli şey yeyən kimi o qarı elə yeyə-yeyə biz yol gəldik, çıxdıq. Belə günlərimiz oldu. O günlərə də şükür, bu günə də şükür. Onda gələndə 5 nəfər idi, indi şükür Allaha. 70'ə qədər nəvə, nətrə, gəlin, yan yerə var, çox şükür. Kəlbəcərdən 5 nəfərlik ailəsi ilə çıxan Müzəffər Abdullayevlə xanımı Fillər Hilal qızı Göygöl rayonunun Kərəmli kəndində təzə yurt saldılar. Çalışıb, duruşub, yeni düzen qurdular. Xətir hörmət qazandılar. Ailə böyüdükcə yeni qohumluq əlaqələri quruldu. Bir-birindən mehriban, istiqanlı qohumlar Kərəmlidə ocaq başına yığışdılar. Evin kürəkəni Rəşid bəy hər gəlişində qonaqları isti kababla qarşıladı. Dostum Vəfalı da Kəlbəcərin Kərəmli günlərinə şahidlik elədi. Bizi Abdullayevlər ailəsinə bağlayan, qara saçlarını dost yar yolunda ağardan Yusifin həyat hekayəsini lentə aldı. Mən ən birinci şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı. Mən hər bir şəhidin, hər bir qazinin, hər bir döyüşdə olanın ata-anasının, əzizlərinin qabağında baş əyirəm. Biz bu günləri onların hesabına qururuq. Məsələn, bizim xəyalımıza gəlməzdi ki, biz Kəlbəcərə, vətənimizə gedək. Bu səmimi olaq da, yəni hər birimiz fikirləşirdik ki, vətən bizə qismət olan deyil. Amma bu günləri şərəflə danışırıq, qürurla danışırıq. Bizim ordumuzun, bizim qeyrətli oğlanlarımızın sayəsində. Yəni, günlərlə oturub danışsaq, bu mümkün deyil ki, bizim yaşadıklarımızı kiməsə çatıra bilək. Onları yaşayanlar, biz yaşadıq, nələrisə gördük. Danışsınız. Yəni, mən o haqda yenə heç nə danışmıram. Mənim yadımda bircə dönə biz Kəlbəcərdən gələndə gəldik bir kəndə, mən o kəndi də olmamışdım. Cəmaat hamısı piyada dağla çəkilirdik. Danışsınız, səmimi deyirəm. 33 illikdən artıq da gəlmişik, mənim öz vicdanım haqqı o mənim xatirimdən heç vaxta çıxmır. Deməli, gəldik, bir kadın var idi, üzr istəyirəm, kadın hamilə idi, qucağında da bir uşaq. Bax, yenə də o mənim yadıma düşür.
Bəli. Elə bir amansızlıq idi Biz ki, çətin. əlimizdə silah yox. Allah heç vaxt göstərməsin. Yəni biz siz yenə deyirəm, onları yaşamayınca Allah heç kimə yaşatmasın. Amin. Amma biz onları yaşadıq. Məsələn, mən o qadının birdən deyirəm görən nəysə. Biz siz qadınım, yenə deyirəm, günlərlə, illərlə danışsaq, o bizə vurulan o Tamam. yaraları sağaltmaq qeyri-mümkündür. Amma bugünkü günümüzə çox şükür. Bu günlər əzizlərimizlə, atam, anam, bacı qardaşım, əzizlərimiz, siz kimi dostlarımız yanımızdadır. Çox şükür, ərənlərimiz torpaqlarımızı işğaldan azad elədi. Müşfiq qardaşımız anasını, Yusifi, bacıları Yeganə ilə Aybənizi, dayısı oğlu Kamandar müəllimi götürüb doğulduğu kəndə qayıtdı. Qaysaqlanmamış yaralar yenə qan verdi. Mənim uşaqlığım bir evdə keçib. Mənim yatdığım Karavatlardır. Bu da görükür. Ve burada da görükür. Evin içində də Karavatlarımız. Burada bir xoş günlərimiz geçib. Analı, balalı, atalı, hoş zaman yaşamışım. Of ay mama. Of ay mama, ay mama. Eləm ev bir hane gördüm. Ama yurdunu bir hane gördüm. Ne yaman qəmlisən, köllünü bir hane gördüm. Of ay vətən. Başına qurban. Ərocanga qurban. Of ay baba. Sənə qoy yerişinə qurban. Necə qəmli olmasın qardaş? İllərlə dişi dırnağı ilə qurub yaratdığı evini erməni faşistləri viran qoyub, doğulduğu kənddə, tikdiyi evdə qoyduğu şeylərin heç bir yerində yoxdur. Nə soruşmağa qonşu qalıb, nə açmağa bir qapı. 200 ildir köç yollarında, sürgünlərdə qırılan millətimizin qulağı qadın fəryadına, oğul itirən şəhid analarının ah-naləsinə öyrəşmişdi. Amma ata yurdun viran görən kişinin fəryadı ürək dağlayır. Adamın ruhuna qılınc çəkir, könül evin tarmar eləyir. Danışdığı uşaqlıq, gənclik xatirələri eşidənləri yandırıb yaxır. Geldim o kadar geldik. Babayla bakıyoruz. Al yandı. Yoruldum. Baba belki yoruldu. Dedi ki su gelseydi. Geldim getdim su yaptım. Dedi ki ben öğlenden var bu suyla yersin. Dedim ki belki hemen senden kabak. Mama ağladı. Kadar akşama kadar ağladı. Can ay qardaş, sözdən təsirlənən bir gün ağlar, yurdu dağılan hər gün həm ağlar, həm də ölüncə sərgərdan qalar. Abdullayevlər ailəsinin başına gələnləri dinləyib Bakıya qayıdanda
Eşitdik ki, ilahi hərbi xidməti başa vurub, dostlar, doğmalar başına yığışıb, Əskər balada nənəm mahnısını sifariş etməklə yolunu gözləyən Filyar nənəsini sevindirib. Beləcə, Kəlbəcərlilərimizin yeni növrağı Əskər qarşılamaqla, böyüklərə sayğı və ehtiramla başlayıb. Yaşasın Azərbaycan əskəri. Bir nənəmlə səsləndirək. Səhərdən gələn ayaz, yar gəlir əlinlə saz, nənəmə qurban ay Allah, nənəm. Səhərdən gələn ayaz, yar gəlir əlinlə saz, nənəmə qurban ay Allah, nənəm. Ay mənim şirin nənəm, ay mənim gözəl nənəm, nənəm oy, ay mənim Filyar nənəm, nənəm oy, ay mənim yar nənəm. Sevdim şahın kızını, ay ben Filyar nənəm, ay ben Filyar nənəm, nənəm oy, ay benim minare nənəm, nənəm oy, ay benim şirin nənəm.